Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Təranə Qumral aparıcı Tarix Əliyev Tolki ilə illər əvvəl yaşanan danışaraq yenidən gündəmə gəlib. Xəbər verilir ki, sənətçi öz aramızda verilişində həmin hadisənin Xəzər telekanalına baş verdiyini bildirib. Təranə Qumral deyib ki, aralarında yaşanan mübahisə o qədər böyüyüb ki, kanalın mühafizəçiləri müdaxilə etməyə məcbur qalıblar. Maşın şoudan Tolki daha çox istəyirəm. Onun insanlığını həmin verilişdə görmüşdüm. Veriliş gedirdi. Dedi ki, tez olun, flankeslər gəlir. Mən də ayaqqabımı dəyişib gedirdim. Dedim ki, mən yavaş geyinirəm. Studiya heç kimin atasını deyil. Bizi görmək istəməyən cəhənnəmə gəlsin, heç gəlməsin. Nə varamsa oyam. Heç bir aparıcıya efir üçün yalvarmayacağam. Heç vaxt nə isə jurnalistə paylaş deməmişəm. Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.